Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda dünyanın diqqəti yenidən planetin ən kritik enerji arteriyalarından birinə, Hörmüz boğazına yönəlib. ABŞ, İsrail və İran arasında eskalasiya fonunda bu dar su yolunda gəmilərin hərəkəti kəskin azalıb. Tankerlər ya lövbər salaraq gözləyir, ya da ərazini tərk edirlər. Sığorta şirkətləri riskləri yenidən qiymətləndirir. Enerji bazarları isə mümkün şok senarisinə hazırlaşır. Hörmüz boğazı sadəcə coğrafi bir ərazi deyil, bu qlobal enerji sisteminin dar boğazıdır. Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən bu su yolu ən dar yerində cəmi 34 kilometr enindədir. Lakin bu dar keçiddən hər gün təxminən 20 milyon barel neft və qlobal mayeləşdirilmiş qaz ticarətinin təxminən 5də biri keçir. Başqa sözlə, dünyada istehlak olunan hər 5 barel neftdən 1 bareli məhz bu marşrutla daşınır. Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İraq və Birləşmiş Ərəb Əmirliklərinin enerji daşıyıcıları ixracı əsasən bu su yolundan keçir. Bu isə o deməkdir ki, Hörmüzdə baş verən hər hansı gərginlik qlobal enerji bazarlarını dərhal silkələyir. Son günlərdə baş verən hadisələr bunu bir daha sübut etdi. İranın raket və dron hücumları, həmçinin tanker və enerji infrastrukturuna yönələn zərbələr nəticəsində boğazdan keçən tankerlərin hərəkəti demək olar ki, dayanıb. Bəzi hesablamalara görə gəmi hərəkəti normal səviyyənin cəmi 10-15%-nə düşüb. Sığorta xərcləri isə 10 dəfəyə qədər artıb. Bu vəziyyət faktiki olaraq fiziki blokadadan daha təhlükəli bir nəticə yaradır. Çünki boğaz formal olaraq açıq qalsa da, risk o qədər yüksəkdir ki, gəmiçilik şirkətləri oradan keçmək istəmir. Məhz bu fonda ABŞ prezidenti Donald Trump da sərt xəbərdarlıq edib. O bildirib ki, İran yaxın şərqdə ABŞ və ya İsrail hədəflərinə qarşı yeni hücumlar etsə və ya Hörmüz boğazında neftin axınını dayandırmağa çalışsa, Vaşinqton bu strateji su yolunu nəzarətə götürə bilər. Trumpın sözlərinə görə, Tehran hər hansı hilə işlədərsə, ABŞ İranı indiyədək aldığı zərbələrdən 20 dəfə daha güclü şəkildə vuracaq. Tehran isə klassik dəniz blokadası qurmaq əvəzinə asimetrik strategiyadan istifadə edir. İranın inqilab keşikçiləri donanması minlərlə sürətli hücum qayığından, dronlardan və mobil raket sistemlərindən istifadə edir. Bu taktikaya sürü hücumu deyilir. Onlarla kiçik sürətli qayıq eyni zamanda böyük tanker və ya hərbi gəmi ətrafında peyda olurlar. Bu isə ən müasir hərbi gəmilər üçün belə ciddi təhlükə yaradır. Əsas məqsəd gəmiləri batırmaq deyil. Məqsəd bu marşrutu o qədər riskli etməkdir ki, gəmiçilik dayanmaq məcburiyyətində qalsın. Ekspertlərin fikrincə bu strategiya faktiki olaraq anti-giriş və zona inkarı doktrinasıdır. Yəni İran Qərb donanmasını məğlub etməyə çalışmır. Sadəcə onların təhlükəsiz hərəkət imkanlarını məhdudlaşdırır. Bu vəziyyət isə yalnız hərbi deyil, həm də iqtisadi müharibədir. Çünki qlobal enerji bazarları belə risklərə son dərəcə həssasdır. Neft qiymətləri artıq kəskin artım nümayiş etdirib. Qaz bazarlarında isə daha böyük sıçrayış müşahidə olunur. Əgər bu vəziyyət uzun müddət davam etsə, qiymətlərin 3 rəqəmli səviyyəyə qalxması və qlobal inflyasiyanın yenidən sürətlənməsi ehtimalı artır. Ən böyük risk isə Asiya üçün yaranır. Çin, Yaponiya, Cənubi Koreya və Hindistan kimi ölkələr körfəz neftinə ciddi şəkildə bağlıdır. Məhz buna görə də sözü gedən ölkələr böhranın sürətli diplomatik həllini tələb edirlər. Tarix göstərir ki, enerji marşrutlarının pozulması qlobal iqtisadiyyata ciddi zərbə vurur. 1970-ci illərin neft böhranı buna ən aydın nümunədir. Bugün isə vəziyyət daha həssasdır. Çünki qlobal iqtisadiyyatın enerji və logistika zəncirləri bir-birinə daha sıx bağlıdır. Nəticə etibarilə Hörmüz boğazı sadəcə regional münaqişənin deyil, qlobal iqtisadi sabitliyin mərkəzində dayanır. Bu dar su yolu
faktiki olaraq dünya enerji sisteminin ürəyidir. Əgər bu arteriya uzun müddət bloklanarsa, təsirləri yalnız neft bazarında deyil, nəqliyyat xərclərindən tutmuş qida qiymətlərinə qədər bütün qlobal iqtisadiyyatda hiss olunacaq.